Deyirəm, bir istəyərdim bilim ki, bu yeraltı keçidlər var ha şəhərdə. Onlar hansı idarəyə görəsən aiddirlər? Hə? Deyirəm, maşallah olsun da. Bizim bu dağa yeraltı keçidlərimiz hərəsi özünə görə bir sənət əsəridir də. Yəni mərmərlər, bax belə ləzzətli bir dənə bax belə memarlıq. Baxırsan, adamın ruhu şad olur. Amma bu bunun üzə görünən müsbət tərəfi olursa. Bir də bunun var mənfi tərəfi. Mənfi tərəfi budur ki, bütün bu yeraltı keçidlər çox baxımsız bir vəziyyətdədir. İstisna ola bilər bir-iki dənəsi olsun, lap şəhərin mərkəzində olanlar, məsələn də o Four Seasons otelinin yaxınlığında yerləşən, bax o. Amma digərlərində, yəni bax eskalatorlar demək olar ki, heç vaxt olmur ki, tam şəkildə hamısı işləsinlər. Yarısı işləyir, yarısı işləmir ya da heç biri işləmir. Baxımsızdılar, yəni baxırsan görürsən ki, çirklidirlər, yəni antisanitariyadır, həm də bu çoxlarında da qoyublar bu dayağı girirsən içəri, adam ürəyi bulanır o popcorn satıcılarından. Yəni belə necə oldu düzəldiblər də, başa düşürsünüz. Sonra bax məsələn içəridə bir dənə də sizə məqam deyim, o ki qoyublar cürəbəcür ödəniş terminalları. Ödəniş terminalların bax belə enerjiyə qoşulması, adi bir dənə var belə rozetka ilə. Sonra orada belə bir təhər belə otaqlar var. Ortada yazılıb ki, güya xidməti otaq. O xidməti otağı baxanda adamın ümumiyyətlə ağlamağı gəlir. Yəni baxırsan görürsən ki, çirk yağır da onların divarlarından. Orada da belə interesli adamlar oturublar. Hərəsinin damağında bir dənə siqaret, it isi gəlir içəridən. Yəni bax belə nə üçün görəsən belədir? Yəni baxırsan görürsən ki, proyektə əməlli başlı belə pul qoyulub da, yəni mərmər, ümumiyyətlə bunun bu inşaat işləri, memarlıq işləri, siz bilirsiniz də, yəni tunel qazmaq, yer qazmaq bu çox böyük xərclərdir, başa düşürsünüz. Yaxşı, bunu eləyəndən sonra nə üçün bunların içi bax belə pis gündə olur? Yəni burada ağıllı olmaq lazım deyil də, başa düşürsən ki, bu insan faktorudur da. Yəni kiməsə veriblər bunu gələ idarə elə, ondan sonra hansısa təşkilata, bilmirəm kimlərdir. Bunlar da çox belə laqeyd yanaşırlar da, başa düşürsünüz. Yəni çox gümandır ki, bəlkə də yəni yeyirlər. Yəni müəyyən pullar ayrılır ki, bu təmizlik işləri olsun, eskalator məsələn təmir olunsun. Onun isə pulları gedir kiminsə ciblərinə. Gedirlər özləri üçün villalar tikirlər, neynirlər. Gözləri doymur da vallahi. Mən məhtəl qalıram. Bizlərdə doğrudan bu doymaq məsələsi yoxdur. Deyir o qarın doyub göz doya bilmir. Bax həmin məsələ başa düşürsüz. Bax bizim evimizin yanında 20 nömrəli məktəb var. 20 nömrəli məktəbin yanında bir neçə dənə yeraltı keçidlər var. O biri gedir çıxır fövqəladiyə, biri gedir çıxır Respublika İnci Sənət Gimnaziyasında. Heç vaxtı demək olar ki, orada həmən bu eskalatorlar işləmirlər. O bayaqda da sadalığın məsələlər də hamısı orada var. Yəni antisanitariya, çirklilik, biabırçılıq da bax belə. Xahiş edirəm, bir dənə kim bilir, bacarır, taq elin, hansı xidmətdə ora baxam, yazın bunun bu kommentari bölməsində. Bəlkə bir görərlər bu bizim danışığımızı, sizin yazdığımız kommentariləri, bəlkə bir necə deyərlər, imana gələrlər, hə? Bəlkə biraz rəhimə gələrlər, bir dənə ləzzətli işlər apararlar, oradakı vəziyyət düzəlsin, hə? Bu qədər qəlbdən qəlbə.